Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz çoxluqlar. A variantındakı sualların həllinə baxacağıq. Birinci sualla başlayaq. A çoxluğunun elementləri verilib. A, B, C, Y. Bu çoxluq üçün aşağıdakilərdən hansı doğru deyil? A variantında deyir ki, A çoxluğu, yəni daha doğrusu kiçik A elementi A çoxluğuna daxildir. Doğrudur, çünki həqiqətən A elementi A çoxluğunda var. B variantında deyir ki, B elementi A çoxluğuna daxil deyil. Bu yanlışdır. Çünki burada B elementi de var. Yəni B daxildir A olmalıydı. C variantında C daxildir A. Bu da doğrudur. D variantında D A çoxluğunda yoxdur deyir. Yəni daxil deyil. Doğrudur. Həqiqətən D elementi A çoxluğunda yoxdur. Yəni bu da doğrudur. Yanlış olan variant B. İkinci sualda A çoxluğun elementləri verilib. N A'nı soruşur. Buradaki N sayını göstərir. Yəni soruşur ki, bizdən A çoxluğunda neçə element var? A çoxluğunda 5 element var. Üçüncü sualda aşağıdakilərdən hansıları A çoxluğunun alt çoxluqlarıdır? Alt çoxluq odur ki, yəni hər hansı bir çoxluqdakı elementlər digər çoxluğa daxil olmalıdır. Məsələn, baxın birincidə A, C, Y. A, C, Y elementləri burada varsa əgər, deməli alt çoxluqdur. C var, Y var, amma A elementi yoxdur. A elementi olmadığına görə bu birincisi həmin A çoxluğunun alt çoxluğu deyil. İkincidə D, Y, F. D də var, Y də var, F də var. Deməli, ikinci bu D, Y, F çoxluğu bu çoxluğun alt çoxluğudur. C, D, C də var, D də var. Deməli, üçüncü də doğrudur. 2, 3 A çoxluğunun alt çoxluğudur. Çünki 2 və 3 çoxluğundakı bütün elementlər A çoxluğunda var. Amma dördüncüdə burada J var. Yəni G, J oxuyuruq. Bu yoxdur həmin çoxluqda. Ona görə 4 həmin çoxluğun alt çoxluğu deyil. 2, 3 düzgün cavab C variantı. Dördüncü sualda A çoxluğunun elementləri 98, 99 olarsa, bu çoxluğun alt çoxluqlarının sayını soruşur. Baxın, bunun düsturu da var. Düstur belədir ki, n elementli çoxluğun alt çoxluqlarının sayı 2 üstü n'dir. Yəni A çoxluğunda neçə dənə element varsa, biz bunun alt çoxluqlarının sayını tapanda, yəni n'i 2 qəbul edirik. Çünki 2 dənə element var. 2 üstü n düsturu, yəni 2 üstü 2 olacaq 4. İndi bu 4 dənə alt çoxluq hansıdır? Baxın, yazıram indi onları açıq şəkildə. Məsələn, 98. 98 bu çoxluğun alt çoxluğudur. Təkcə 98 elementi. 99 həmin çoxluğun alt çoxluğudur. Və çoxluğun özü həmin çoxluğun alt çoxluğudur. Yəni bərabər çoxluq deyək. Eyni elementləri yazıram. 98, 99. Bir də dördüncü boş çoxluq. Çünki boş çoxluq istənilən çoxluğun alt çoxluğudur. Baxın, bu 4 dənə çoxluq yaratdıq ki, bunlar bu A çoxluğunun alt çoxluqlarıdır. Təbii ki, biz hər dəfə bunları belə açıb yazmayacağıq. Mən sadəcə sizə izah etmək istədim ki, alt çoxluq nədir? Yəni, düstur bu şəkildədir ki, n elementli çoxluğun alt çoxluqlarının sayı 2 üstü n. Yəni, məsələn, burada 4 dənə elementi olsaydı, alt çoxluqların sayı 2 üstü 4 olacaq 16. 7 elementi olsaydı, alt çoxluqlarının sayı 2 üstü 7 neçə olursa, yəni həmin qədər element var. Düzgün cavab D variantı. Baxırıq 5-ci suala. A və B çoxluqları verilib, bizdən A birləşmə B-ni soruşur. Yəni, iki çoxluğun birləşməsindəki elementləri soruşur. Bu, yəni U hərfi deyək də, yuxarı baxan bu işarə birləşmə deməkdir. Bu işarə zamanı, yəni bu veriləndə hər iki elementdəki ortaq yox, yəni bütün elementləri götürəcəyik. Buradakı bütün elementlər 1, 2, 3, 5, 7, 9. 1, 2, 3, 5, 7, 9 olacaq D variantı. Və bir element hər ikisində varsa, sadəcə bir dəfə yazılır. 6-da çoxluqların birləşməsini soruşur. Eyni qaydada 6 və 5 eynidir. Burada özləri işarəni qoyublar. Burada isə bizdən yazılı olaraq birləşmə sözü yazılıb. Yenə eyni qaydada birləşdirəcəyik. MNST və OPU C variantı doğru cavabdır. Bütün elementləri yazırıq birləşmədə. 7 nömrəli sualda bu aşağı baxanda U hərfi bu kəsişmə deməkdir.
Kəsişmədə isə ortaq elementləri götürürük. Kəsişmədə ortaq elementləri götürürük. Hər ikisində olan elementlər 4, 6 və başqa yoxdur. 4 və 6 düzgün cavab D variantı. 8 nömrəli sualda da çoxluqların kəsişməsini soruşur. M elementi hər ikisində var. U elementi hər ikisində var. Başqa varmı? T elementi hər ikisində var. M, T, U. Yəni D variantı. 9 nömrəli sualda A minus B fərqini soruşur. Yəni A-da olsun, B-də olmasın. Baxın, bu A, bu xətt isə fərqi kimi oxunur. Yəni A minus B, A fərqi B-də deyirik. Bu o deməkdir ki, birinci hansı çoxluq gəlirsə, yəni A mı gəlir? A-da olsun, amma B-də olmasın. A-da 1 var, B-də yoxdur. 1-i götürürəm. A-da 3 var, B-də yoxdur. A-da 5 var, B-də yoxdur. A-da 7 var, B-də yoxdur. A-da 9 var, B-də də var. Onu götürmürəm. 1, 3, 5, 7 düzgün cavab D variantı. 10-cu sualda B minus A-nı soruşur. Yəni B-də olsun, amma A-da olmasın. Bunun üçün belə də yaza bilərik. Ortaq olanların üstündən xətt çəkirik. 6 hər ikisində var. 4 hər ikisində var. 2 hər ikisində var. Başqa yoxdur. İndi baxırıq B çoxluğuna. B çoxluğunda hansı elementlər qaldı? 8 və 10. Həmin 8 və 10 A çoxluğunda yoxdur. Ona görə B minus A fərqi 10 və 8 elementi. 11 nömrəli sualda A və B çoxluqları verilib. A çoxluğunun B çoxluğuna tamamlayıcısını soruşur. A çoxluğundakı elementlər 2, 3, 4-dür. Deyir ki, yəni A çoxluğunu B-yə tamamlamaq üçün hansı elementlər lazımdır? Hər ikisində olan elementləri silsək, qalır 1, 5, 6, 7. Yəni 1, 5, 6, 7 elementi A çoxluğunun B çoxluğuna tamamlayıcısıdır. 12 nömrəli sualda da yenə eyni qaydada baxın. A, B. Bu cür işarə də yenə tamamlayıcı deməkdir. A çoxluğunu B-yə tamamlayacaq elementlər. A çoxluğundakı elementlər B, C, Y, F-dir. B çoxluğundakı elementlər də verilib. İndi yenə ortaq olanların üstündən xətt çəkirik. Y, F. Burada da var yəqin ki Y, F. Bəli. Qalır A, D, J. A, D, J elementi A çoxluğunun B çoxluğuna tamamlayıcısıdır. Yəni A variantı. 13 nömrəli sualda aşağıdakilərdən hansı doğrudur? A çoxluğunun A çoxluğu ilə birləşməsi yenə A-nı verir. Doğrudur. Çünki A çoxluğunun elementləri olsun 1 ilə 5. 1, 5. Ara getdi. Aha. 1, 5. Bu çoxluqla elə yenə 1, 5 ilə 1, 5-in birləşməsi yenə eyni A çoxluğunu verir. A çoxluq ilə boş çoxluğun birləşməsi yenə A çoxluğunu verir. Doğrudur. Çünki boş çoxluqda element yoxdur. Elə A-nı verir. Boş çoxluq ilə A-nın birləşməsi. Baxın. B ilə C eynidir əslində. Birində A-ya bərabər olub, birində boş çoxluğa. Burada C yanlışdır. Çünki B-də izah etdik ki, A-ya bərabər olur. Yəni yer dəyişəndə də yenə eyni A olmalıydı. Ona görə C yanlışdır. A çoxluğunla B çoxluğunun birləşməsi elə B ilə A-nın birləşməsinə bərabərdir. Bu doğrudur. Çünki yəni yer dəyişir, sadəcə eyni elementlərdən ibarətdir. 14 nömrəli sualda aşağıdakilərdən hansı doğru deyil? A çoxluğunun boş çoxluğu ilə kəsişməsi A-dır, elə yanlış olan A-dır. Çünki A çoxluğunda deyək ki 3 və 5 elementi var. Boş çoxluqda isə B çoxluğu deyək ki boş çoxluqdur. Boş çoxluqda element yoxdur axı. Yəni necə bunların birləşməsi A-nı versin ki? Bunların birləşməsi elə boş çoxluq olmalıdır. Ona görə yanlış olan elə A-dır. Və digərlərini yoxlamağa ehtiyac yoxdur. B elə doğrudur. Yəni boş çoxluqla A-nın kəsişməsi boş çoxluq. Baxın A və B yəni eynidir. Birində A-ya bərabər olub, birində boş çoxluğa bərabər olub. Deməli cavab bu ikisindən biridir. Çünki bunların hər ikisi də eyni anda doğru ola bilməz. 15-də diaqrama əsasən A-nı tapın deyir. Yəni A-nı o deməkdir ki, A çoxluğundakı elementlərin sayı. Çünki N verilib əvvəlində. Sayı 6 element var. Yəni A variantı. A çoxluğunda A, B, C, D, Y, F. 6 element var. 16 nömrəli sualda A və B birləşməsini soruşur. Burada gördüyünüz bütün elementləri sayırsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 element var. Yəni D variantı doğru cavabdır. 17 nömrəli sualda kəsişmədəki elementləri soruşur. Eyler-Venn diaqramları bu kəsişmə. A kəsişmə B demək. Yəni ortaq elementlər. 3 dənə element var. Buradakı N sayı göstərir. Yəni B.
İndi 18'e baxırıq. Diaqrama əsasən n a minus b. Birincisi bunu izah edək. Birinci a gəlirsə, yəni demək istəyir ki, a-da olsun, b-də olmasın. Baxın bu hissə a-da var, amma b-də yoxdur. Baxın b-nin heç bir nöqtəsini rəngləməmişəm. Yəni b budur. B-dəki heç bir elementə dəymirsiniz. A-da olsun, b-də olmasın. Həmin elementlər 1, 3, 5-dir. Yəni a-da olub b-də olmayan elementlər 1, 3, 5-dir. Burada da say 3'tür. İndi B'de olup A'da olmayan elementler. Bunu da ayrıca rənglə göstərim. B'de olsun, A'da olmasın. Baxın bu yaşılla göstərdiyim. Bura B'ye ait olan hissədir bura. Bura B'dir. Bunun heç bir nöqtəsi A'da rənglənməyib. A isə buradır. Bura A'dır. Burada da yeganə bir element var. O da 6'dır. Yəni say 1'ə bərabərdir. Cevap 3 plus 1, 4, D variantı. 19 nömrəli sualda mən bu tip sualları ancaq Eyler-Veyn diaqramları çəkməklə izah edirəm. 11'lərə də bu şəkildə izah edirəm, 9'lara da. İndi isə də həmin diaqramları çəkməklə izah edəcəm. Çünki diaqramda görəndə yəni unutmaq mümkün deyil, amma düsturu unuda bilərik. Diaqramları çəkirik. 2 dənə diaqram çəkirik. A və B. Bu diaqramları çəkəndə baxın şərtə ki, əgər bizdə kəsişmədəki elementlər varmı? Kəsişmə verilibmi? Birinci kəsişmədən başlayırıq. Bəli, kəsişmə verilib. Kəsişmədə 8 element var deyir. Deməli, buraya yazırıq 8. Sonra bizə deyir ki, n a-da 12 element var. Yəni, ümumi a-da 12 element olmalıdır. İndi bura ümumi a-dır da. Burada 12 element olması üçün 8'in üzərinə neçə gəlməliyəm? 12 olsun, 4. Sonra deyir ki, nb 10'dur. B çoxluğunda, baxın, burada 10 dənə elementi olmalıdır. 8'i 10'a tanımlamaq üçün 2 çatışmır. Buraya yazıram 2. İndi n-a birləşmə b-ni soruşur. Bu da orada gördüyünüz bütün elementlərin cəmi deməkdir. Yəni 4 üstə gəl 8, üstə gəl 2. Verir bizə 14. Yəni A variantı düzgün cavabdır. 20 nömrəli sualda da yine eyni qaydada. 19'u həllimə baxıb yazıbsızsa əgər, videonu saxlayın, 20 nömrəli sualı özünüz yazmağa çalışın. Yaza bilməsəz izləyin. Yəni mütləq belə oxşar tipli sualları birinin izahına baxın, ikincini videonu saxlayın, özünüz yazın. Əgər yaza bilməsə, səhv etdiyiniz yer varsa təkrar videoya qayıdın. İndi yenə nə demişdim bayaq? Demişdim ki, kəsişmədəki elementlər verilibsə birinci onu yazırıq. Baxın, kəsişmədəki elementlər verilməyib. Elə bizdən kəsişmədəki elementləri soruşur. Verilməyibsə və onu soruşursa ona bir x deyin. Yoxdur çünki. X-dir də o. İndi n-a 9'dur deyir. Yəni a çoxluğunda 9 element var. Baxın, burada ümumi 9 olmalıdır. Məsələn, belə deyək. X əgər 2 olsaydı, biz təkcə a-da olan elementləri tapmaq üçün bu 9'dan 2'ni çıxmalıydıq. Amma burada 2 yoxdur, x verilib. Deməli, təkcə a-da olan elementləri tapmaq üçün yeni eyni qaydada 9'dan x çıxmalıyam. Baxırıq B-yə. B-də 8 elementi olmalıdır. Baxın, burada 8 element olmalıdır. Deyək ki, x 5'dir. Mən təkcə buradakı elementləri tapmaq üçün nə etməliydim? 8'dən 5'i çıxmalıydım. Yəni 8'dən o kəsişmədəki elementləri çıxırıq. Yəni 8'dən x-i çıxacaq. İndi birləşmədə deyir 12 element var. Hamısını toplayıram. 12'yə bərabər edirəm. 9 minus x üstə gəl x üstə gəl 8 minus x bərabər deyir 12'yə. Burada oxşar x-lər islah gedir. Biri mənfi, biri müsbətdir. 9'dan 8'in cəmi 17 çıx x bərabər deyir 12'yə. 17'dən neçə çıxsam 12 olar? 5 çıxsam. Yəni B variantı. 21 nömrəli suala baxırıq. Yenə Eyler-Veyn diaqramları çəkirik. Bütün suallarda yəni Eyler-Veyn diaqramlarını çəkməliyik. Sadəcə hansı element hara yazılır ona diqqət edin, onu öyrənin yəni. İndi kəsişmədəki elementlərin sayı verilibmi? Bəli, birinci kəsişmədən başlayırıq. Bura 1 yazıram. Çünki bura kəsişmədir. İndi bizə deyir ki, n-a minus b 5'dir. Yəni a-da olub b-də olmayan elementlərin sayı 5'dir. Yəni həmin a-da olub b-də olmayan elementlər bura deməkdir. Baxın, bu hissə. Qırmızı ilə göstərdiyim hissə a-da olub b-də olmayan hissədir. Bura yazıram 5. Sonra keçirəm digər hissəyə. B-də olub a-da olmayan elementlərin sayı 4'dür. Həmin hissə yaşılla göstərirəm. B-də var, amma a-da yoxdur. Bura yazıram 4. Bütün elementlərin sayını soruşur. Yəni n-a birləşmə b.
5 üstəgəl 1, üstəgəl 4. Bu da bizə verir 10. 22 nömrəli suala baxırıq. Yenə Euler-Venn diaqramları çəkirik. Mütləq bu tip sualları bu diaqramı çəkməkdən öyrənin. Yenə baxırıq. Kəsmədəki elementlərin sayı yoxdur. Elə bizdən də onu soruşur. Buraya yazacağım bir dənə x. Yoxdur çünki. Sonra deyir ki, A-da olub B-də olmayan 3 element var. Bura 3 yazıram. B-də olub A-da olmayan 4 element var. Bura 4 yazıram. Birləşmədə ümumi 12 element vardır. Burada gördüyünüz bütün elementlər toplayıb bərabər edirik 12-yə. 3 üstəgəl x üstəgəl 4 bərabərdir 12-yə. X üstəgəl 7 bərabərdir 12-yə. X də bərabərdir 5-ə. Yəni C variantı. Çünki bizdən elə bu x-i soruşur. Bəzən şərtə sonuncu sual diqqət edin. Bəzən bunu soruşur. N-A-nı soruşur. Və yaxud N-B-ni soruşur. Bu deməkdir ki, bütün A-dakı elementlər x-i 5 tapdıqdan sonra bütün A-dakı elementlər 3 üstəgəl 5, 8 deməkdir məsələn. Bütün B-dəki elementlər 5 üstəgəl 4, 9 deməkdir. Ona görə sonuncu suala diqqət edin. 23 nömrəli suala baxırıq. Yenə diaqramları çəkirik. A, B. Deyir ki, kəsişmədəki elementlər boş çoxluqdur. Yəni, kəsişmədə element yoxdur. Ümumi A-da 4 element var. Kəsişmədə element yoxdursa, NA ümumi A deməkdir. Təkcə baxın, NA ümumi A deməkdir. Bir də var ki, belə yazılır. NA minus B. Bu NA minus B, A-da olub B-də olmayan hissə deməkdir. Amma NA ümumi 4. Baxın, bura nəzərdə tutulur. Onsuz da kəsişmədə element yox idi. Deməli, həmin 4 elementin 4'ü də burada yerləşir. NB2 kəsişmədə element yoxdur. Deməli, bütün elementlər burada yazılmalıdır. NA birləşmə B-ni soruşur. 4 üstəgəl 2, 6. 24 nömrəli suala baxırıq. Yenə eyni qaydada Euler-Venn diaqramları çəkirik. Bunun adını burada yazın. Bəlkə sözü tuta bilmirsiniz. Euler-Venn diaqramı. Bura A yazırıq, bura B. Kəsişmədə element yoxdur deyə, yəni boş çoxluqdur deyə kəsişməni rəngləyik. Burada element yoxdur. NA5. NA5 ümumi A deməkdir. Kəsişmədə element yoxdursa, deməli bu 5 elementin 5'i də buradadır. NB3 deməli bütün 3 element buradadır. NA birləşmə B-ni soruşur. Hamısı yəni 5 üstəgəl 3 olacaq 8. 25 nömrəli suala baxırıq. Baxın şərtə nə ilə başlayırıq. Burada isə Euler-Venn diaqramlarını çəkmirik. Çünki burada deyir ki, A, B-nin alt çoxluğudur. Baxın. Məsələn, bu işarə daxildir işarəsidir. 5 A çoxluğunun elementlərinə daxildir deməkdir. Amma bu A daxildir. Baxın, burada isə içəridə xət yoxdur. Bu o deməkdir ki, A, B-nin alt çoxluğudur. Yəni ki, A-nın bütün elementləri B-nin içinə daxildir. Bu zaman diaqramları necə çəkirik? 2 dənə diaqram çəkəcəm, amma iç-içə olacaq olar. Baxın, bu B olsun, bunun içində A var. Çünki A, B-nin alt çoxluğudur deyir. A, B-yə daxildir. İndi baxın, verilənləri yazıram. NA 3'dür deyir. Deməli, A-dakı elementlərə 3 deyirəm. A-nın içində 3 dənə element var. NB 7. Deməli, ümumi B-də 7 olmalıdır. Bu, ümumi B-dir də bura. Ümumi B-də 7 olması üçün bura 3'dürsə, deməli, kənara 4 qalır. Bizdən birləşməni soruşur. Birləşmə elə nəyi verəcək bizə? Elə B-ni verəcək də. 3/4, 7'ni verəcək. Çünki A-dakı hər bir element, baxın, bu deməkdir də bu. A-da 1, 2, 3 var. B çoxluğunda isə 1, 2, 3, 4, 5, 6, 7 elementi var. Yəni, A-nın hər bir çoxluğu, hər bir elementi B-yə daxildir. Deməli, A, B-nin alt çoxluğudur. A, B-nin alt çoxluğu olanda bunların birləşməsi bizə nə verir? Elə B-ni verir. Yəni, 1, 2, 3, 4, 5, 6, 7. 7 elementi verir. Ona görə cavab B variantı. 26'da da eyni qaydada əgər birinci şərt bununla başlayırsa ki, A, B-nin alt çoxluğudur. Deməli, eyni şəkli yenə çəkirik. Bu içini silirəm. A-da 2 element var deyə buraya yazırıq. B-də ümumi 5 element olmalıdır. Deməli, 3'ü də buraya yazırıq. 5'i tamamlamaq üçün 3 çatışmır. İndi bizdən kəsişməni soruşur. Kəsişmə nədir? Kəsişmə hər ikisində olanlar. 2'dir də, baxın, bu içəridə olan 2, hər ikisində olan 2'dir.
Yəni həm A-nın içindədir bu, həm də B-nin içindədir. Ona görə kəşfindəki elementlərin sayı 2-dir. Yəni bunu eyni qaydada nümunə götürüb də yaza bilərsiniz. Məsələn, A çoxluğundakı elementlər 3, 4-dür. 2 dənə element var deyək. B çoxluğundakı elementlər olsun 3, 4, 5, 6, 7. Baxın, A B-nin alt çoxluğudur. Çünki A-dakı 3 və 4 B-yə daxildir. Kəsmə nəyə bərabər olur? Hər ikisində olanlar. Yəni 2 element var. İndi bu qayda buradan belə bir qayda çıxır. Əgər A B-nin alt çoxluğudursa, deməli A birləşmə B olacaq elə B çoxluğu. Əgər A B-nin alt çoxluğudursa, A ilə B-nin kəsişməsi verir bizə A-nı. Bu kitablarda var. Bu cür yazılanda və şagirdlər bunu əzbərləyəndə yadda qalmır. Yəni bu nə deməkdir? Bunu indi bu 2 sual üzərində izah etmiş oldum. 27 nömrəli sualda çoxluqlardan hansı rənglənmiş hissəni göstərir? Rənglənmiş hissəyə fikir verin. Hər üçündə rənglənib. Həm A-da var, həm B-də var, həm C-də var. Üçünün də kəsişməsi hansı variantdır? C. 28 nömrəli suala baxırıq. Aşağıdakı çoxluqlardan hansı rənglənmiş hissəni göstərir? Rənglənmiş hissəni əvvəlcə yenidən işarə edək ki, görək hara rənglənməyib. Baxın. Bu A-nın bütöv içi rənglənməyib, düzdürmü? Yəni rənglənmiş hissə A-nın içindədir, amma bircə bu hissə rənglənməyib. İndi baxaq görək bu hissə hara aiddir. Bu rənglənməyən hissə B ilə C-nin kəsişməsidir. Yəni A-da var rənglənmiş hissə, A-nın təkcə B ilə C-nin kəsişməsindəki hissəsi rənglənməyib. A-da var, A ilə başlayacaq cavabımız. Amma həmin rənglənməmiş hissə B ilə C-nin kəsişməsində rənglənməyib. Ona görə cavab B variantı. 29 nömrəli sualda aşağıdakı çoxluqlardan hansı rənglənmiş hissəni göstərir? İndi baxaq görək. Baxın. Rənglənmiş hissə A-da da var. A ilə B-də var rənglənmiş hissə. C ümumiyyətlə rənglənməyib. Deməli, A ilə B-nin birləşməsindən C-ni çıxmalıyıq. Baxın, A ilə B ümumi bütöv rənglənməli idi. Amma təkcə o C-yə aid olan hissələr rənglənməyib. Deməli, biz bunu heç variantlara baxmadan belə yazmalıyıq birinci. A ilə B-nin birləşməsi bütöv rənglənə bilərdi, amma rənglənməyib. Buradan çıxıram mən C-ni. Çünki həmin bütöv rənglənə bilərdi. C-yə aid olan hissəsi rənglənməyib. Ona görə C-ni çıxıram. İndi baxaq variantlarda varmı? A birləşmə B minus C olacaq cavab D variantı 29 nömrəli sualda. 30 nömrəli suala baxın. A-da rənglənib. Cavablar A ilə başlayacaq. A-da rənglənib. Amma baxın, nə B-nin, nə də C-nin heç bir nöqtəsi rənglənməyib. B və C bomboşdur. Deməli, A-da var, amma B ilə C-nin birləşməsində yoxdur. B ilə C-nin tamamı tam olmalıdırsa birləşmə götürməliyəm. Baxın, cavablarda A-da var, B ilə C-nin kəsişməsi də var, birləşməsi də var. Niyə kəsişmə götürmürük? Çünki kəsişmə olması üçün bura boş qalmalıydı. Amma B ilə C ümumi boşdur. Ona görə B ilə C-nin birləşməsi. A-da olsun, amma B ilə C-nin birləşməsində olmasın. Düzgün cavab A variantı. 31 nömrəli sualda çoxluqları üçün aşağıdakilərdən hansı doğrudur? A-da olub B-də olmayan elementlər əvvəlcə hər ikisində olan elementləri göstərək. 3, 5. Hər ikisində olan elementlər odur. Kəsişmədəki elementlər 2, 4, 6-dır. Bu yanlışdır. Doğru olanı soruşur. İndi A-da olub B-də olmayan elementlər həqiqətən də 1 ilə 7-dir. A-da 1 və 7 var, B-də yoxdur. Cavab A variantı. 32 nömrəli suala baxırıq. Aha. Bunun üçün keçməliyik biz tənliyə. Yəni Euler-Venn diaqramlarına keçməliyik. Amma açığı qeyd edim ki, bu sual 6, 7 üçün çətindir. 8 üçün də, yəni 8-ci sinif bunu bir 5 ilə oxuyan şagird bunu yaza bilər. Yəni normal, yəni sadə sual kimi görünmür. Baxaq görək. A, B. İndi baxın nə deyir bizə? Heç bir element yoxdur. Hamısına burada X, Y, Z atacağım. Çünki heç birində olan element konkret yoxdur. Tənliklər quracağıq. Yəni belə baxanda tənlikdir. Yəni tənlik qura bilsəz, yəni sadəcə ağlınıza gəlməlidir ki, tənlik qurmalıyıq. Tənliyi həll etmək asandır. İndi bunu yazaq. N A birləşmə B nə demişdim bayaq? Ümumi burada nə görürük? Hamısının cəmi.
Yəni x üstəgəl y üstəgəl z. Sonra çıx. NA. A'da olan elementlər. Baxın, NA bütöv A deməkdir. Bütöv A'da da hansı elementlər var? X və y var. Üstəgəl x, y. Bərabərdir 12. Bunu şifahi məntiqlə tutmalıyıq ki, bütün elementlərdən A-nı çıxanda təkcə z qalır. Amma mən tənliklə yazıram. Minus x. Burada mötərizəni açanda mötərizənin əvvəlində mənfi olduğuna görə işarə dəyişilir. X-lər getdi, y-lər getdi. Deməli, z-i tapdıq ki, 12-dir. Z 12-dir. Və yaxud da məntiqlə belə başa düşməliyik də. Baxın. Ümumi elementlərin sayını, bütün diaqramda gördüyümüz elementlərdən A-nı çıxanda, bu A-nı buradan atırıq. A-nı çıxanda nə qalır? Z qalır. Yəni, bunu məntiqlə belə görməliydik. Amma mən nə yalan deyim, bu tənliyi yazandan sonra gördüm onu. Yəni, əvvəlcədən görmədim. Bəlkə görənlər var. Sonra keçirik digərinə. NB. NB-dəki elementlərə baxaq. NB-də y üstəgəl z var. Çıx. NA kəsişmə B. Kəsişmədə hansı element var? Y var. Bərabərdir. Baxın, yenə burada y-lər islah gedir. Bir mənfi, bir müsbətdir. Çünki məndən bunu soruşurdu da. Təkcə z qalır. Z-də bayaq tapmışdım da. Elə 12-dir cavab. Cavab C variantı. 33 nömrəli sual sizə biraz çətin gələ bilər. Diaqrama əsasən rənglənmiş hissəni soruşur. Bu tip suallarda isə yəni şəkildən şəklə fərqlənir də. Burada baxın, üçündə də rənglənən hissə var. Üçündə də rənglənən hissədə 2-2. Yəni 2 diaqram kimi baxın. Əvvəlcə A-dan C-yə baxırıq. A və C-yə aid olan hissəyə. Bu hissə rənglənib A-dan C-nin kəsişməsində. Sonra baxıram digər hissəyə. Baxın bura. Rəngi dəyişim. Burada B ilə C-nin kəsişməsidir. B ilə C-nin kəsişməsi. İndi mən istəyirəm ki, həm A-dan C-nin kəsişməsini götürüm, həm də B ilə C-nin kəsişməsini götürüm. Ona görə bunların birləşməsini qoymalıyım ortaya. Baxın, mən istəyirəm hər iki cavabın götürüm də, yəni həm A ilə C-nin kəsişməsini götürüm, həm B ilə C-nin kəsişməsini götürüm. Ona görə ortaya birləşmə qoymalıyım. Bu cür cavab yoxdur variantlarda. Burada nə edirik bəs? Hər ikisində olan hərfi çıxardırıq. C-ni çıxartdım, hər ikisində var. Ya C, yəni başqa bir suallarda əvvəldə gəlməlidir. Məsələn, belə olsaydı əgər, indi bunu izah edim, sonra bunun əksini də yazacağım. Baxın, indi C-ni qırağa çıxartdım. Yazmalıyam ki, A ilə B qalmışdı mı qıraqda? A ilə B-nin birləşməsi, elə bir ki, buradakı birləşmə bura keçir, kəsişmə C. Əgər belə olsaydı, baxın, A ilə C-nin birləşməsi, B ilə C-nin birləşməsi və bunların ortada kəsişməsi olsaydı, bu zaman belə yazmalıydıq. Hər ikisində olan C bura çıxır, C-də var. Yəni C kəsişmə, C birləşmə, A ilə B-nin kəsişməsi. Yəni dediyim kimi sualdan suala fərqlənir. İndi elə bir ki, yer dəyişəcək sizdə. Bayaq A ilə C kəsişirdi. Amma indi isə A ilə B birləşəcək. Bunların hər ikisi C ilə kəsişəcək. Hansı variant uyğun gəlir? C variantı 33-də. 34 nömrəli sualda uyğunluğu müəyyən edin deyir. Baxaq görək. A-da olub B-də olmayan elementlərin sayına baxaq. A-da olub B-də olmayan hissə buradır. Baxın bura. 3 dənə element var. 1, 2, 3 yəni. 1-ə uyğun gəlir B. B-də olub C-də olmayan hissə. B-də olsun, C-də olmasın. Bura baxın. Bu B-də olub C-də olmayan hissədir. 4, 5, 6, 7. 4 dənə element var. 2-yə uyğun gəlir C. 3-də C-də olsun, amma A-da olmasın. Bunu silirəm. C-də olsun, amma A-da olmasın. Baxın. 10 və 11. Yəni 2 dənə element var. A variantı. 1-ə B, 2-yə C, 3-ə A. C variantı düzgün cavabdır. 35 nömrəli sualda da mütləq tənliklə yazılmalı, tənlik qurulmalıdır, amma Euler-Venn diaqramlarının üstündə. Euler-Venn diaqramlarını çəkib bunun üstündən tənliyə getməliyik. İndi baxaq görək kəsişmədəki elementlər varmı? Yoxdur kəsişmədəki elementlər. Yazırıq. Hər iki, yəni kəsişmədə olan elementlərin sayını x yazıram. Deyir ki, burada A çoxluğunda 22 element var.
A çoxluğunda burada ümumi 22 element olması üçün x'i çıxıram buradan, qalır bura 22 minus x. B çoxluğunda 20 element olması üçün baxın bura B çoxluğudur da. Burada 20'dən element olmalıdır. 20'dən x çıxıram. Təkcə B'də olan elementlərin sayı 20 çıx x. İndi bunu yazaq. 3 vurulsun. N A birləşmə B. Birləşmədə olan elementlərin sayı nə idi? Burada yazıram. A birləşmə B. Birləşmədə olan elementlər deyəndə hamısını götürürük. Yəni 22 minus x üstə gəl x üstə gəl 20 minus x. Burada x'lər islah gedir. 42 minus x sayda element var. Birləşmədə 42 minus x sayda element var. Bərabərdir. 4 vurulsun. N A kəsişmə B. Kəsişmədə isə təkcə x var. Bu təmini həll etməliyik. 3'ü 42'ye vururam. Çıx 3 vur x. Bərabərdir 4x'e. 3'ü 42'ye vuranda 126. Mənfi 3x'i sağ tərəfə atıram. 4x üstə gəl 3x. 7x bərabərdir 126. X də bərabərdir 1 dəfə. 56'ını da 7'ye böləndə 8. X 18 tapmışıq. Bizdən də kəsişmədəki elementləri soruşur. Kəsişmədə x element var. Yəni cavab 18 D variantı. 36 nömrəli sualı bayaq izah etmişdim. Demişdim ki, əgər A B'nin alt çoxluğudursa, A ilə B'nin birləşməsi böyüyünə, yəni B'yə bərabərdir. A B'nin alt çoxluğu o deməkdir ki, A'dakı hər bir element B'də də var. Bu zaman birləşmə B olur, amma kəsişmə A olur. Birləşməni soruşur, olacaq B. Kəsişməni soruşur, olacaq A. Diaqrama əsasən rənglənmiş hissəni göstərindir. Baxaq görək rənglənmiş hissəyə. Rənglənmiş hissə C kvadratıdır, düzdürmü? C bütöv rənglənə bilərdi. Cavablar C ilə başlayacaq. Rənglənmiş hissə bütöv C-ni əhatə eləyir, düzdürmü? C-də rənglənib C ilə başlayacaq cavablar. Amma hara boş qalıb? Baxın bu boş qalan yerə. Boş qalan yer buradır. Bu hissə də hara aiddir? A ilə B-nin kəsişməsinə. Deməli C-də var, amma A ilə B-nin kəsişməsində yoxdur. Olacaq cavab B variantı. Baxırıq 39 nömrəli suala. Sinifdəki şagirdlərin hər biri ən azı bir xarici dili, ingilis və ya rus dili öyrənir. Onlardan 16'sı ingilis, 10'u rus dilini, 4'ü isə hər iki dili öyrənir. Yenə mütləq Eyler-Venn diaqramları. Burada ingilis dili bilənlər, burada da rus dili bilənlər yazırıq. Sinifdəki şagirdlərin sayını soruşur. Deyir ki, baxın, 4'ü hər iki dili öyrənir. Deməli, bura 4 yazacağım. Bu, hər iki dili öyrənənlərin sayıdır. Onlardan 16'sı ingilis dili öyrənir deyir. 16'sı, burada 16 element olmalıdır. Burada 16'ya tamamlamaq üçün 16'dan 4 çıxıram, olacaq 12. Deməli, təkcə 12 nəfər ingilis dili öyrənir. 10'u rus dili öyrənir. 10 nəfər rus dili olması üçün 4 nəfər ingilis dilində öyrənirdi. Deməli, ondan 4 çıxacaq. Bu təkcə 6 nəfər rus dili öyrənənlərdir. Sinifdəki şagirdlərin sayını soruşur. Burada gördüyünüz bütün ədədləri toplayırıq. 12 plus 4 üstə gəl 6 verir bizə 22. Yəni A variantı. 40 nömrəli sualda 62 şagirddən 34'ü ingilis dilini, 24'ü isə alman dilini öyrənir. 8 nəfər şagird həm ingilis dilini, həm də alman dilini öyrənir. Deməli, 8 nəfər şagird, AB yazmayaq bura, yazaq alman dili öyrənənlər, bu da ingilis dili öyrənənlər. On birinci sinifdə oxuyanda bu sualları işləyəndə heç vaxt ağlıma gəlməzdi ki, mən də nə vaxtsa alman dili öyrənəcəm. İndi baxaq, o vaxtlar sual işləyəndə çox yad gəlirdi, yəni o dil heç vaxt, yəni heç o dil haqqında düşünməmişdim, yəni. Demək ki, nə vaxtsa lazım olurmuş. O vaxt ingilis dili doğma gəlirdi. İndi isə ingilis dilini tamam unutmuşuq. Unutmuşam yəni. Baxaq. 8 nəfər şagird həm ingilis dilini, həm də alman dilini öyrənir. Kəsişməyə yazmalıyam 8. 34'ü ingilis dili öyrənir deyir. Baxın, burada 34 nəfər olmalıdır. Burada 34 olmalıdır. Ümumi, çünki ingilis dili öyrənənlər 34 nəfərdir. 34'dən 8'i çıxıram. Verir bizə neçə?
26. Buraya yazacağım 26. 24'ü Alman dilini öğrenir. Burada ümumi 24 olmalıdır. A'nın içinde Alman dili öğrenenler. Ona göre 24'ten həmin 8'i çıxıram. Hər iki dil öğrenenleri çıxıram. Burada neçə qalır? 16. Burada 16'dır. İndi nə deyir bizə? Hem İngiliz dilini hem de Alman dilini öğrenen 8 nəfər var idi. Neçə şagird bunlardan heç birini öğrenmir. İndi bütün dil öğrenenler burada gördüğünüz ədədlərdir. Bunları toplayıram. 16 üstə gəl 8, üstə gəl 26. Bu da bize verir 50, 50 mi 42 mi? 26 ve 16 42 verir. Üzerine 8 gələndə 50. Sinifdə də 62 şagird var. 62'den həmin 50'ni çıxıram. Qalır 12 nəfər. Yani A variantı düzgün cevaptır. 41 nömrəli sualda A çoxluğunun elementləri verilib, A minus B verilib, yəni A'da olub B'de olmayan elementlər. B çoxluğu aşağıdakilərdən hansı ola bilər? Baxın. A çoxluğunun elementləri məlumdur. Amma A'da olub B'de olmayanlar 3, 7, 9'u deyir. 3, 7, 9. İndi burada yazın birinci. Diagramlarla belə yazaq da. Baxın, bura A'dır, bu da B'dir. Bu elementlər burada düzək. A'da olub B'de olmayanlar 3, 7, 9 deyir. Buraya yazıram bunu. 3, 7, 9. A'da olub B'de olmayanlar. Amma ümumi A çoxluğunda 1, 3, 5, 7, 9 var. Deməli burada 1 var, burada da 5 var, düzdürmü? Baxın, A'da olub B'de olmayan 3, 7, 9'dur. Ona görə onları kənarda yazdım. Amma deyir ki, nə deyir? Ümumi A çoxluğunda 1, 3, 5, 7, 9 var, düzdür? Bunda 1, 5'i də deməli kəsməyə yazdım. İndi B çoxluğunu işarə edək. Bura B elementidir. B çoxluğundakı 2 element məlumdur. B çoxluğundakı 2 element 1, 5 olmalıdır. Hamısında 1, 5 var mı? B variantında 5 element yoxdur. B variantı getdi. 1, 5 olmalıdır. Amma B çoxluğunda 3, 7, 9 olmalı deyil. Burada 9 var. Çünkü B çoxluğunda 9 olsaydı kəsməyə yazılardı da. B çoxluğunda 3 elementi ola bilməz. Çünkü 3 olsaydı kəsməyə yazardıq. Ona göre 3 də getdi. Cavab nə qaldı? C variantı. Deməli, digər elementlər 6 və 8'dir. Ümid edirəm ki, başa düşdünüz. Sualı yenidən izləsəz daha yaxşı aydın olar. 42 nömrəli sualda A'da olub B'de olmayan elementlər verilib və kəsmədəki elementlər verilib. B çoxluğu hansı ola bilər? Yenə bu diagramları çəkməsəm görə bilmirəm mən. A, B. Deyir ki, kəsmədəki elementlər Y və F'dir. Bura Y yazıram, burada F. A'da olub B'de olmayan elementlər isə A, B, C, D'dir. A, B, C, D. Bu A'da olub B'de olmayanlardır. İndi baxın, nə diqqət etməlisiniz? B çoxluğundakı 2 element mütləq Y və F olmalıdır. B çoxluğundakı 2 element mütləq Y və F olmalıdır. Deməli, A olmaz. Çünki F yoxdur. D olmaz, F yoxdur. İndi baxaq, bu üçüncü element G'dir, yoxsa C. C ola bilməz. Çünki C olsaydı əgər burada da, hər ikisində C olanda bu kəsməyə yazılardı da. Ona görə burada C'ni silirik. Qalır variant B. Deməli, bu üçüncü element fərqli bir element olmalıdır. Bu da G'dir. 43 nömrəli sual. Yenə mütləq Euler Venn diaqramları. A, B. İndi NA bərabərdir NB'ye. Bu da 2N kəsmədəki elementlərin sayı. Bu kəsmədəki elementlərin sayı məlum deyil. Bura bir mən A yazıram. Yəni kəsmədəki elementlərin sayını A ilə işarə edirəm. Bayaq X ilə yazmışdım. Yəni X ilə yaza bilərsiniz. X olsun. İndi bizə deyir ki, ümumi A'dakı, ümumi B'dəki elementlərin sayı məlumdur. Eynidir, özü bir-birinə bərabərdir. Bu da kəsmədəkilərin 2 mislidir. Baxın. Deməli, bu ümumi A çoxluğunda belə deyək də, NA bərabərdir 2 vur N A kəsişmə B. A kəsişmə B X'dir. Ümumi A'dakı elementlərin sayı 2X'dir. Ümumi A'da, bu ümumi A'dır. Burada 2X elementi olmalıdır. Deməli, burada qalır X. Həmçinin NA NB'ye bərabərdir. Deməli, B çoxluğunda da 2X sayda elementi olmalıdır. Deməli, burada X'dir. B çoxluğunda da ümumi 2X olmalıdır. İndi burada baxaq. A birləşmə B. N A birləşmə B nə deməkdir? Bütün. N A birləşmə B. 3 dənə X görürük. 3X. N
A kəsişmə B, ortadakı, yəni x. 3x-i böləcəm x-ə, x-lər gedir, cavab 3. Yəni D variantı düzgün cavabdır. 44 nömrəli suala baxırıq. Aşağıdakı çoxluqlardan hansıları A çoxluğunun alt çoxluğu deyil? Belə deyək, biz özümüzdən element götürə bilərik burada. A çoxluğunun elementləri olsun 1, 3, 5. B çoxluğunun da elementləri deyək ki 2, ortaq element də götürürəm, 3, 6. İndi A-da olub B-də olmayan element hansıdır? A-da olub B-də olmayan element 1, 5. 1, 5 A çoxluğunun alt çoxluğudur. 1 olar. B'de olub A'da olmayan element. B'de 6 var, 2 var, A'da yoxdur. 6 və 2 A'nın alt çoxluğudurmu? Xeyr. Yəni buna heç nümunə götürməsək də görürük. Yəni A B'ni və B A'nı eyni anda götürə bilmərik. Yəni lap deyək ki, sualı başa düşməmisiniz. A, B və B A'nı eyni anda götürmək çox yanlışdır. Yəni bu deməkdir ki, həm A'da olub B'də olmayan, həm B'də olub A'da olmayan elementlər alt çoxluqdur. Bu belə bir şey ola bilməz yəni. Yəni ikisindən biri olmalıdır. Yəni bu bütün suallarda elədir, təkcə alt çoxluqda yox. Kəsişmədəki elementlərə baxaq. Kəsişmədə element olmaya da bilər. Məsələn, kəsişmədə deyək ki, mən indi ortaq element götürmüşəm. Məsələn, düşünə bilərsiniz ki, bəlkə heç ortaq element yoxdurmu? Ortaq element olmasın, lap boş çoxluq olsun. Boş çoxluq istənilən çoxluğun alt çoxluğudur. Ona görə 3 həmişə doğrudur. 1, 3 doğrudur, amma 2 doğru deyil. Yəni bizdən də soruşur ki, hansı alt çoxluq deyil? Yalnız 2 A variantı. 45 nömrəli sualda 4-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu A, 6-ya bölünən 2 rəqəmli ədədlər çoxluğu B olarsa, kəsişmədəki elementləri soruşur. Bunları 4-ə bölünənləri, 6-ya bölünənləri hər ikisini yazmaq istəmirəm. Hər ikisinə bölünənləri yazıram. Çünki kəsişmə soruşduğuna görə mənə nə lazımdır? Həm 4-ə bölünsün, həm də 6-ya bölünsün. Həm 4-ə, həm də 6-ya bölünən ən kiçik 2 rəqəmli ədəd 12. Sonra bu 4'e ve 6'ya bölünen en küçük ədəd 12 olduğuna görə bunlar 12 artacaq. 12'nin üzerine 12 gələndə 24. Və 2 rəqəmlər soruşulur, ən böyüyü 96. İndi bu sıradakı ədədlərin sayı lazımdır mənə, çünki burada n yazılıb. Bu sıradakı ədədlərin sayı, ədədlər sırasındakı böyük ədəddən kiçiyini çıxıram, yəni 12'ni aralarındakı fərqə bölürəm. Bunlar 12 artır. Üzərinə də həmişə 1 gəlirik. 96'dan 12 çıxanda 84, 12'ye böləndə 7, 7'nin üzerine 1 gələndə 8. Yəni 8 dənə element var. Bunları sayıb da yaza bilərdiniz. 12, 24, 36, 48, 60, 72, 84, 96. Yəni bu cürdə saya bilərsiniz. Heç bir problem yoxdur. Sadəcə daha asan yolu bu cürdə. Yəni ədədlər sırasındakı ən böyük ədəddən ən kiçiyini çıxarıq. Aralarındakı fərqə bölürük. Üzerine de 1 gəlirik. 46 nömrəli sual. Çoxluqlar mövzusunda bu tip bəzi suallar çətin gələ bilər. Ancaq çünki diaqramlarla və yaxud da nümunələrlə yoxlamaq lazımdır. NA minus NB fərqi aşağıdakilərdən hansına bərabərdir? Yəni hamısı oxşar görsənir. Fərq nədir bunlarda? Baxaq görək. Bura A olsun, burada B. Baxaq. Bunu belə yazmaq istəyirəm. Yenə X, Y, Z atıram bura. NA nə deməkdir? NA X üstəgəl Y deməkdir. Yəni ümumi A'dakı elementlər. Baxın burada yazıram. NA deyəndə bütün A nəzərdə tutulur da X üstəgəl Y. NB deyəndə bütün B nəzərdə tutulur Y üstəgəl Z. Yəni X üstəgəl Y-dən çıxıram Y üstəgəl Z-i. X üstəgəl Y mötərizəni açanda əvvəldə mənfi olduğuna görə mötərizənin içində hər birinin işarəsi əksinə dəyişilir. Y-lər islah gedir. X minus Z qalır. İndi siz bütün 4 dənə variantı o diaqramlara baxıb yoxlamalısınız. Hansının cavabı X minus Z alınsa, deməli cavabımız odur. Baxaq A variantına. B'də olub A'da olmayan hansıdır? Z. Çıx. A'da olub B'də olmayan, A'da olub B'də olmayan element X. Yəni bunları siz əzbər bilməlisiniz. Hansı B'də olub A'da olmayandır, hansı A'da olub B'də olmayandır. A'nın cavabı Z minus X alınır. Amma mən nə almaq istəyirəm? X minus Z. Ona görə bu yanlışdır. Deməli yerləri dəyişməlidir. NA minus B minus NB minus A olmalıdır. Yəni düzgün cavab D variantı. Baxın bir dənə A'nı yoxladım. Mənim cavabımın əksi alın. Deməli mən burada yerləri dəyişməliydim də. Bunu düşünə bilərik məntiqlə. NA minus B çıx NB minus A olmalıdır. İndi təkrar yoxlayaq. Baxın A'da olub B'də olmayan element hansıdır? X. B'də olub A'da olmayan element hansıdır? Z.
x minus z. Mən də cavabımı belə almışdım da bayaq. Ona görə bunun yolu dediyim kimi heç bir element verilməyibsə, məhçul ədədlər yazın. Yəni x, y, z, nə bilim a, b, c istənilən hərfləri yazın. Bu cür cavab çıxara bilərsiniz. 47 nömrəli sualda aşağıdakı çoxluqlardan hansı ikisinin birləşməsi rənglənmiş hissəni göstərir? Bayaq elə bunu pillə-pillə yazmışdıq da, yadınızdadırsa 2-2 ayırmışdım. Eyni sual var idi əvvəlki səhifədə. Əvvəlcə nəyə baxırdıq? Buna. Bu nədir? Bu A ilə B-nin kəsişməsi. A ilə B-nin, yox, A ilə C-nin kəsişməsi. A ilə C-nin kəsişməsi. Eyni sual yuxarıda da var idi. Bu da nədir? Bu da B ilə C-nin kəsişməsi. Mən bayaq sizə demişdim ha, A ilə C-nin kəsişməsi, həm də B ilə C-nin kəsişməsini götürməliyəm. Amma ikisini də götürməliyəm də. İkisini də götürməliyəmsə, bunları ayrı-ayrı yazıram. Ortaya da birləşmə qoymalıyam. Deməli, nə deyir şərtdə bizə? Hansı ikisinin birləşməsi rənglənmiş hissəni göstərəcək? A ilə C-nin kəsişməsi, B ilə C-nin kəsişməsi. 2-3 düzgün cavab D variantı. Əslində maraqlı sual idi. Başa düşdünüzsə yəqin. Yəni yuxarıdakı sualı deyim hansı sualdır. Tam aydın oldusa sizə. Var idi burada. Baxın. 33 nömrəli sualda demişdim ki, bunların ayrı-ayrı kəsişməsi ortaya birləşmə qoyuruq. Eyni sualdır. Baxaq 48 nömrəli suala. A çoxluğu, B çoxluğu, C çoxluğunun elementləri aşağıdakı diaqrama yazılarsa neçə element rənglənmiş hissələrə aid olar? Aha, yazaq elementləri. Yazmaqdan başqa çarəmiz yoxdur. Deyək, A ilə B-nin kəsişməsində element varmı? Baxaq birinci, hər üçündə olan element varmı? Hər üçündə olan element. Məncə yoxdur hər üçündə olan element. Mən görmədim. Hər üçündə olan element yoxdur. B ilə C-nin kəsişməsində F var, G var. B ilə C-nin kəsişməsində F var, G var. Bura yazmalıyam deməli F. Biraz şəkli yaxınlaşdırım ki, nazik yaza bilim. Həm F var, həm də G var B ilə C-nin kəsişməsində. A ilə B-nin kəsişməsində nə var? B, burada xətt çəkin. B, B var, C var, D var. B, C, D. A ilə B-nin kəsişməsindədir bunlar. Baxın, B ilə C təkcə A ilə B-nin kəsişməsindədir. Amma D var imiş hər üçündə, indi gördüm. D hər üçündə var. D hər üçündə varsa buraya yazacağım D-ni. D-ni yazdıq. B, C, D-ni də yazmışıq. A-da qaldı, A elementi qaldı. H qaldı. H başqa harda var? H başqa C-də də var. Baxın, H C-də də var. Deməli C, H burada olmalıdır. Çünki A ilə H təkcə A çoxluğunda var. Amma C-də də var da. Ona görə buraya yazmalıyıq. B çoxluğunda nə qaldı? Y, F, G qaldı. Y ilə F ilə G-ni buraya yazmışdıq. Deməli, bura Y qalır. Sonra C çoxluğunda elementlər. D-ni yazmışıq, F yazmışıq, G-ni H yazmışıq, I ilə J. İndi mənə təkcə rənglənmiş elementlər lazımdır. Neçə element rənglənmiş hissədə var? F, G, A. 3 dənə element. Yəni cavab C variantı. 49 nömrəli suala diaqrama əsasən yalnız 2 çoxluğa daxil olan elementlər tapın deyir. Yalnız 2 çoxluğa daxil olan. 3 dənə çoxluq var burada. Baxın, bir A çoxluğu. Bu A'dır. Bu C'dir. Bir də B'ni yaşılla göstərək. Bu da B'dir. Yalnız 2 çoxluğa deyir. Buradakı element. Baxın. Bir budur. Çünki B ilə C'yə aiddir. Bir buradakı i'dir. Çünki A ilə B'yə aiddir. Başqa bir dənə var. Bir buradakı A'dır. Bu da A ilə B'yə aiddir. C'ni yazmıram. Çünki C həm A, həm B, həm C'yə aiddir. Digərləri də təkcə A'ya, təkcə B'yə, təkcə C'yə aiddir. Deməli A, I, E. Yəni saitlər. 3 dənə element var. B variantı doğru cavabdır. 50 nömrəli sualda uyğunluğu müəyyən edək indi. Görək. A çoxluğu 2, 3, 5, 7'dir və B çoxluğu üçün uyğunluğu müəyyən edin deyir. A çoxluğun elementləri 2, 3, 5, 7. Variantlarda nə verilib? Kəsişmə yoxdur.
Bir de geç ne yazmalıyıq? Hə. B 2 3'dür. Hə, baxaq indi ikincidən başlayıram mən. B çoxluğunda 2 və 3 var, düzdürmü? 2 və 3 var. Bu 2 3 hər ikisi A çoxluğunda var. Deməli B A'nın alt çoxluğudur. Yəni B A'nın içində olmalıdır. Bura B'dir, bu da A'dır. Hansıdır? C variantı. 2'ye uyğun gəlir C. 2'ye C. İndi baxaq digərinə. 4 5 var. Baxın, kəsişmə var. 5 hər ikisində var. 5 hər ikisində var. Deməli, olacaq hansına? Bura 5 yaza bilərik. A'da qalır 2, 3, 7. Biraz iri yazdım, bunu azaldım. 2, 3, 7. B'də həmçinin 4 var. Bunu da buraya yazacağıq. Yəni 3'e uyğun gəlir A. 1'e de uyğun gələcək B. Çünki ortaq element yoxdur, diaqramlar kəsişmir. Yəni düzdür, kəsişməyəndə də bir cür çəkə bilərik, amma burada bu cür verilibdir də. 1'e B, 2'ye C, 3'e A, düzgün cavab B variantı. 51 nömrəli suala baxırıq. A, B və C çoxluqları verilib. A birləşmə B minus C-ni soruşur. Çoxluğun elementlərini soruşur yəni. Əvvəlcə A birləşmə B-ni yazırıq bura. Bunu belə də yaza bilərik. Baxın, heç yazmasaq belə, yəni aşağıda yazmaya da bilərik. A, B deyəndə buradakı elementlər nəzərdə tutulur. Bunlar. İndi bu A ilə B-də olsun, bu C-də olmasın. Hansılardır? Məsələn 2. A, B-də var, amma C-də yoxdur. Məsələn 4. 6. 3. 5. Təkcə 7 ilə 8 var, yəni 7 ilə 8'i siləndə 2, 3, 4, 5, 6. Sayını soruşur, 5 dənə. Keçək 52 nömrəli suala. A'da olsun, amma B ilə C'nin kəsişməsində olmasın. Kəsişmədə hansı elementlər olmalıdır? Kəsişmədə bir dənə 9 var. Baxın, kəsişmədə bir dənə 9 var. İndi A'da olsun deyə bu digər bunların kəsişməsində bir dənə 9 var da. Çox sadə. A'da olsun, amma kəsişmədə olmasın. 1, 3, 5'dir. Mən şifahi yazıram, bilmirəm başa düşürsünüz ya yox. Siz açıq yaza bilərsiniz. Yəni B ilə C'nin kəsişməsini burada yazıram. Hər ikisində olanlar hansılardır? 9. İndi yazırsınız ki, bura 1, 3, 5, 9 minus 9. Yəni birinci nə gəlir? A gəlir. A'da olsun, amma digərində olmasın. Olanları silirəm. Olmayanlar 1, 3, 5'dir. Sayda 3'e bərabərdir. Sinifdəki 25 şagirddən hər biri ən azı bir xarici dili, ingilis və ya rus dili öyrənir. Onlardan 18'i ingilis, 16'sı rus dili öyrənirsə, neçə şagird hər iki dili öyrənir? Eyler-Venn diaqramları çəkirik. İngilis, rus. Hər iki dili öyrənən neçə şagird var bilmirəm. Buraya yazıram X. 18'i ingilis dili öğrenir. 18'i bayaq buna neçə dəfə sual işləmişik. Burada ümumi 18 olması üçün kəsişmədə, yəni hər iki dili öyrənən şagirdlərin sayını çıxmalıyam. 18 çıx X. 16'sı rus dilini öğrenirsə 16'dan X çıxmalıyam. Yəni təkcə rus dili öyrənənlər. Deyək ki, 10 nəfər rus dili öyrənən var. 10 nəfər rus dili və ingilis dili öyrənən var. Amma təkcə rus dili öyrənənlər 16 minus 10, 6 nəfərdir. İndi bunların hamısını toplayanda sinifdəki 25 şagirdi verməlidir. Yəni 18 minus X, üstə gəl X, üstə gəl 16 minus X bərabərdir 25'e. X'lər getdi. 18 və 16 verir bizə 34. Çıx X bərabərdir 25. X də bərabərdir 9. Deməli 9 şagird kəsişmədəki elementlərdir. Hər iki dili öyrənənlər 9'dur. Hər iki dili öyrənən şagirdlərin sayı 9'a bərabərdir. 54 nömrəli sualda sinifdəki şagirdlərin hər biri ən azı bir xarici dili, ingilis və ya rus dili öyrənir. Onlardan 15'i ingilis, 13'ü rus dilini, 6'sı isə hər iki dili öyrənir. İngilis, rus. Deyir ki, 6'sı hər iki dili öyrənir. Bura 6 yazıram. 15'i ingilis dili öğrenir. 15'i ümumi ingilis öğrenmesi üçün bu hər iki dil öğrenenleri çıxıram. 15'ten 6 çıxanda 9. 13'ü rus dilini öğrenir.
Rus dili öğrenenler ümumi 13 olmalıdır. Bu 6'nı çıxıram. 13'dən 6 çıxanda olacaq 7. İndi bizdən sinifdəki şagirdlərin sayını soruşur. 9 üstəgəl 6 üstəgəl 7. Bu da bizə verir neçə? 15, 22. Yəni 22 nəfər var sinifdə. 55 nömrəli suala baxırıq. NA4, NB6 və birləşmədəki elementlərin sayı kəsmədəki elementlərin sayından 4 vahid çoxdur. Kəsmədəki elementlərin sayını soruşur. Yenə Euler Venn diaqramları çəkirik. A, B. Burada kəsmədəki elementlərin sayına x deyirəm. Deməli, birləşmədəki elementlərin sayı, yəni ümumi olacaq x üstəgəl 4. İndi bizə lazımdır nə? A çoxluğunda 4 element var. Bu A diaqramıdır. Burada ümumi 4 element olması üçün kəsişmədə x var. Bura qalır 4 minus x. B'də 6 element var. Baxın, burada B 6 element olmalıdır. 6-dan x'i çıxıram. Qalır 6 minus x. İndi bunların hamısını toplayanda birləşməni verir. Yəni n A birləşmə B bərabərdir 4 minus x üstəgəl x üstəgəl 6 minus x. Bu da bizə verir, x'lər islah gedir, 10 minus x verir. İndi bu tənlikdə yerinə qoyaq. 10 minus x bərabərdir. Kəsişmədəki elementlər x üstəgəl 4. Buradan mənfi x çıx x, 4 çıx 10. Mənfi 2x bərabərdir mənfi 6-ya, x də olacaq 3. Bizdən də kəsişməni soruşur, yəni x'i soruşur. Düzgün cavab 3-ə bərabərdir. 56 nömrəli sualda yenə eyni qaydada. Kəsişmədəki elementlərin sayı yoxdur. Kəsişməyə bir y ataq bu dəfə. Ümumi A-da 4 element olmalıdır. Bura qalır 4 minus y. Ümumi B-də 6 element olmalıdır. 6 minus y qalır. İndi burada yerinə qoyuruq. N, A birləşmə B-ni tapaq birinci. N, A birləşmə B bütün elementlər deməkdir. 4 minus y üstəgəl y üstəgəl 6 minus y. Burada oxşar y-lər islah gedir. 10 minus y qalır. İndi burada yerinə qoyacağım. 10 minus y bərabərdir. Kəsişmədəki elementlər, yəni y üstəgəl 6. Mənfi y çıx y, 6 çıx 10. Bu y-yi bunun yanına gətirirəm. İşarə əksini dəyişilir. Onu da 6-nın yanına aparıram. Çıx 10 olur. Mənfi 2y, mənfi 4. Y də olacaq müsbət 2. Bizdən də kəsişməni soruşur. Olacaq cavab müsbət 2. 57 nömrəli suala baxaq. Kəsişmədə 8 element var deyir. Buraya yazırıq 8. A-da olub B-də olmayan 2 element var. A-da olub B-də olmayan isə burada da. Burada 2 element var. Bizdən n A-nı soruşur. Yəni ümumi A-nın içində neçə element var? 8 plus 2, 10 element var. 58 nömrəli sualda yenə eyni qaydada Euler Venn diaqramları çəkirik. A, B. Kəsişmədəki elementlərin sayı 12-dir. A-da olub B-də olmayan 4 element var. Dediyim kimi A-da olub B-də olmayan hissə buradır. Burada 4 element var. Ümumi A-nı soruşur. Ümumi A-da 12 plus 4, 16 deməkdir. 59 nömrəli sualda indi birləşmədəki elementləri soruşur hamısı. Birləşmədə hamısı 1, 2. Deməli, n A birləşmə B bütün elementlər saymaq lazımdır. Bütün elementlər 9 element var. 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni elə 9-a qədər. Biri uyğun gəlir A. Kəsişmədəki elementləri soruşur. Kəsişmə buradır. Kəsişmədə 2 element var. 2'ye uyğun gəlir Y. Üçüncüdə isə n B minus A-nı soruşur. Yəni B-də olub A-da olmayan elementlər. B-də olub A-da olmayan hissə burada. Burada da 6, 7, 8, 9 var. Yəni 4 dənə element var. 3'ə də uyğun gəlir D variantı. 1'ə A, 2'ə Y, 3'ə D. Və sonuncu sual. 60 nömrəli sualda uyğunluğu müəyyən edin.
A ilə B-nin birləşməsində olsun, amma C-də olmasın. Baxın. Ümumi A-da olsun deyir. A ilə B-nin birləşməsi deyəndə ümumi bu A nəzərdə tutulur. Baxın. Bu A'dır, bu da B'dir. Bunların birləşməsi deyəndə A və B'nin içindəki bütün elementlər nəzərdə tutulur. Amma C-yə aid olmayan hissə. Baxın, bunun bu hissəsi C-yə aid olan hissədir. Amma bizə C-yə aid olmayan hissəni soruşur. Deməli, həmin elementlər A, O, C, D, Y. 5 element var. Biri uyğun gəlir, D variantı. İkinci suala baxırıq. B-də olsun, A və C-nin kəsişməsində olmasın. A və C-nin kəsişməsini işarələk birinci. Bura A və C-nin kəsişməsidir. İndi öz uşaqlarımı sakitləşdirdim. İndi qonşudakı uşaqların səsi gəlir. Burada B-dir. Baxın. B-də olsun deyir. B-nin içində olsun. B-nin içində olan elementlər C, D, Y, Z, I-dir. Amma A ilə C-nin kəsişməsində olmasın. Həmin elementlər C-dir, D-dir, Y, I. Yəni bir dənə Z ora aiddir. Z-i götürmürük. 4 dənə element var. 2-yə uyğun gəlir C variantı. Üçüncüdə C-də olsun. İndi C-ni dairəyə alıram. C-ni göstərirəm. A ilə B-də olmasın. C-də olsun. A ilə B-nin birləşməsi. Yəni A ilə B-də heç bir element olmasın. Bunlar da S, K və H-dır. Çünki bu U, N, Z, I A ilə B-yə aiddir. Ona görə 3 element 3-ə də uyğun gəlir B variantı. Dərsimiz bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.